Mən Cağlazadə Cəvula, yeni sizi salamlayıram. Sesala təcrübəsində də keçməyinə bir çox aşbazlar bizə öz köməyini əsirgəmir. Onlardan biri də Amişə. Salam olsun hər kəsə. Mən Amin, Eklat kafenin su şefiyəm. Nələr keçirlər praktikada? Öncə nədən başlayırsınız? İlk öncə mətbəxin gigiyenik qaydalarından, mətbəx necə bir yerdə onu izah edirik, soyuducularla tanış edirik, saxlanma qaydaları, hansı məhsul, hansı taxtada doğranmalı, bunların hamısını izah edirik. Amişə, mənə əsasən maraqlıdır. Burada təcrübə keçən zaman, tələbələr iş bazarları yaxşı olan zaman onları qərəq edirsiz günvari maaşla bir şey yox. Bəli, bu doğrudur. Sizdən gələn tələbələr qavrama potensialına baxaraq tez işi götürən tələbələrimizə biz kiçik maaşlara bağlayırıq. 350, 300 arasında gedib gəlir. Bu sənətin ən gözəl özəlliklərdən biri də odur ki, biz əgər aşbaz kimi 3 ildən artıq işləsək, bizim maaş sürətli şəkildə qalxır. Bu sənətdə çox gözəl pul var, amma siz aşbazlığa sevgi kimi yaxınlaşsaz, yəni 5000-lər də qazana bilərsiniz. Yəni bütün hər kəsdən xahiş edirəm, işə pula görə yox, sevgiyə görə gəlsinlər. Sevgi hər bir şeyin cavabıdır. Təşəkkür edirəm. Şef hamınıza. Çox sağ olun.